Yoldaşlar bir daha hər vaxtınız xeyir. 15 mayda təşkil olunmuş BA, BB və AC kateqoriyaları üzrə imtahanlara düşmüş məntiq suallarını izah ilə tanış olursunuz. Siz bu sualların hamısının təqdimatını yalnız mənim video izahımda görə bilərsiniz. Ee, Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi müəllimlərin imtahanda başka suallarla karşı karşıya qoyulmasıyla, suallardan uzaqlaşdırılmasıyla nəticələnən bir həmlə eləyiblər. Onlar elə eləyirlər ki, artıq tələbələrlə müəllimlərə imtahanda yeni sual düşmür və müəllimlər tələbələrinin nə suallarını izah edə bilmirlər, nə də səhvlərini tapa bilmirlər. Amma mən sualları sizin üçün təqdim edirəm. Həmin imtahanda iştirak etmiş bütün tələbələr həm nəyi səhv yazıblar, nəyi düz yazıblar görə biləcəklər, həm də növbəti imtahanlara iyul, avqust imtahanlarına hazırlaşanlar isə aşağı yuxarı nələr düşür, nələrə diqqət eləməlidirlər, hamısını görəcəklər. 87-ci suala qədər part 1-də izah vermişəm. İndi isə part 2-yə baxırıq və əgər onu izləməmisinizsə birinci onu izləməyiniz tövsiyə olunur. Gördüğünüz gibi burada MK fərqini və NT fərqini toplamamızı istəyir. Biz dairəvi diaqramın 360 dərəcə olduğunu bilirik. Onda biz götürək, bütün bu qara nöqtələri toplayaq. 3, üstə gəl 8, 11, üstə gəl 4, 15, üstə gəl 5, 20. 360'ı 20'ye bölək və bir hissənin 18 dərəcə olduğunu tapaq. M bucağı B hərfindədir. B hərfi də 8'dir. M'in yeni yazıq 8. K'ya baxaq. K bucağı A'nın tərkibindədir. A da 3'dür. Burada yazaq 3. 8 çıx 3. N D'dadır. D 5'dir. Buraya yazaq 5. C də T'dir. Burada yazaq 4. 2 verin. 8 çıx 3. 5 eləyir. 5 çıx 4 də 1 eləyir. Onları toplayırıq 6. Hər hissənin də 18 olduğunu bilirdik. 6'nı 18'e vururuq. Cavab 108 dərəcə. Birbaşa dərəcə ilə də hesablaya bilərdiniz. Necə? Siz məsələn m'in neçə dərəcə olduğunu tapa bilərdiniz. Əgər m dayanıbsa B-də 8'dirsə 8'i 18'e vurup buraya yazardınız. K 3'dürsə 3'ü 18'e vurup buraya yazarsınız. Ben her birini 18'e vurup əziyyət çəkmədim də. Onları toplayıp çıxıb axırda 18'e vurdum. 89'un sual. Burada rəqəmlər A'dan P'ye kadar 1, 2, 3, 4, 5, 10 tane rəqəm var. Bilirsiniz ki, elə cəmi rəqəmlərimizin də sayı 10 dənədir. 1, 2, 3, 4, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Cəmi 10 dənə rəqəmimiz var. Burada müxtəlif ipucular var. Məsələn, tələbələr deyir ki, müəllim, niyə mən sənəm, sən buradan başlayırsan? Bax ki, buradan başlamışsın. Sadə bir nümunə göstərin. Baxın. 3 vur m böyükdür a'dan. 3 vur 1 böyüdür 2'den. 3 vur 1 böyüdür 1'den. Üst üstten 1 olmaz 0'dan. Mesela 3 vur 2 6 böyüktür 5'ten. 3 vur 4 12 böyüktür 9'dan. Ben buraya %50 tane 40 tane ihtimal taparım. Ama buna bakın burada cəmi 2 ihtimal var. 2 vurulsun 3 6'dırsa 3 vurulsun 2 de 6'dır. C'ni 3 tapdıq. Qoyuram burada yeni. Bu qədər şeyin cəmi üzr istəyirəm. C'ni 3 tapmışam. Qoyuram burada yerinə. Bu qədər şeyin cəmi 3'dən balaca ola bilər? Təbii ki, yox. Deməli, buradakı digər ehtimalı da yoxlamaq lazımdır. 2'ni 6'ya vurarsan 12, 3'ü də 4'ə vurarsan 12. Və beləliklə C 6'dırsa burada yerinə qoyarsan 6'nı. Əgər K'ya 1 versən, avtomatik nə olacaq? K'ya ümumiyyətlə 2 verə bilmərsən. 3'ü 2'ye vuranda ucu 6 eləyər. Amma bunların hamısının cəmi 6'dan balaca olmalı. Deməli K 1'dir. K 1'dirsə 3 vur 1 eləyir 3. Y də 3'dür. Bunlar elədi 3. Onda bunların da cəmi nə eləməlidir? Eləməlidir 2. M'ə 1 1 verə bilmərik. 0 2 versək ya da 2 0 versək. M'ə 0 versək avtomatik 3 vur 0 böyükdür 0'dan. A da 0,
M də 0. Ümumiyyətlə 0 sıfırdan böyük deyil, bərabərdir. Deməli M-ə 2 vermək lazımdır. P-yə 0. Baxın 0-ı tapmışam, 1-i tapmışam, 2-ni tapmışam, 4'ü tapmışam, 6'ını tapmışam, 3'ü də tapmışam. İndi 3'ü 2'ye vuranda 6 edir. 6 nədən böyükdür? Bunlar hamısı tapılıb. Deməli yalnız 5'dən böyükdür. 2 vur B. B nədir? B'ni tapmışdıq 4. 2 vur 4 8 edir. 8 nədən kiçikdir? 9'dan. Deməli 9 da tapmışıq. Qaldı 7 ilə 8. Təbii ki 8 7'dən böyükdür. Всё. İndi elə fisio deyirəm ki, bəlkə çoxunuz qıcıqlanırsınız ki, nə fisio? Asan sualdır bu. Xeyr, deyil. Çətin sualdır. İndi mən sadə izah eləməliyəm ki, siz başa düşəsiniz, amma bu həqiqətən də kifayət qədər vaxt aparan sualdır. Dəmirlə işləyir dəmirçi, taxta ilə işləyir xarrat. Burada var belə bir teorem. B ile B'nin arasındaki C daireye alınır. B ile B'nin arasındaki D daireye alınır. Y ile Y'nin arasında A var. Daireye alınır. Sonra ne var? Ne ipucu görürsünüz? Deməli, məsələn bu C'dən sütun sətirdə təkdir. Bu D'dən sütun sətirdə təkdir. Bu C'ye göre bu C qaralır, yanları ağarır. Sonra bu Y'den sətir üstündə təkdir. Bu D'den sətir üstündə təkdir. Bu B'den sətir üstündə təkdir. Bu Y'den sətir üstündə təkdir. Sonra bu A'nı qaraltsam D bloka düşəcək. Ona göre A ağarır. Buna göre bu qaralır. Bu ağarır. Sonra bu A'ya göre bu da qaralır. Yanları ağarır. Yoldaşlar eğer biz bu yeni niye qaraldaq? Qaraltmayaq, yoxsa qaraldaq? Gəlin buna baxaq hələ. Bu A'ya göre bu A qaralır. Sonra, indi burada ehtimallar qalır da, düz deyil. Biz fikirləşək. Məsələn, bu B-ni qaraltsaq, tutaq ki, bu B-ni qaraltsaq, onda bu B ağarır, bu Y ağarır. Avtomatik bu Y'ye göre bu Y qaralır. Bu B'ye göre de bu B qaralır. Gördüğünüz kimi C bloka düşür. Deməli biz bunun tam tərsini eləməliyik. Biz bu B-ni ağartmalıyıq ki, buna göre bu qaralsın. Bu B ağ olsun. Buna göre bu qaralsın. Eğer bu D'nin bloka düşməyini istəmirəmsə, bu Y ağarsın. Buna göre de bu qaralsın. Fikir verin, yenə də blok oldu. Gördünüz? Ama burada belə bir böyük bir blok yarandı. Deməli belə də olmaz. Gəlin biz bu B-ni qaraldaq, bunu ağardaq. Bu yeni qaraltsaq C bloka düşür, ona görə ağardaq. Buna görə bunu qaraldaq. Və indi bu dəqiqə heç bir problem yoxdur. Bizdən soruşur ki, birinci sütundakı rənglənməmiş xanaları tapın. C, A, D. C, A və D. 1, 3, 4. Cavab A variantı. 92-ci sual ənənəvi məşhur sual tiplərindən biridir. Fikir verin, fiqurun burasından xət çıxartsam və sonra da burasından qaradan qırığa doğru təxminən 90 dərəcə gedir. Biz də qaranın qırığa doğru fırlanmasını tələb edir burada. Çeynənmiş sual tipidir. Ona görə çox ətraflı izah vermirəm. Bilmirsinizsə bu mövzunu videomun altına buna aid bir izah yerləşdirərəm, baxarsınız. İkinci sualda simmetrik fiqurdur. Baxın buradadır. Bu hissədə də qırıq təxminən 45 dərəcə, 50 dərəcə dönüb. Üçüncü fiqurda uc hissəsi fikir verin. Bura baxır. Qırıqda isə bura baxır. Təxminən 180'a yaxın. 170 dərəcə dönüb. Burada isə bu uc hissədən çıxartsaq xətti görəcəyiz ki, təxminən 20-30 dərəcə dönüb. Biraz daha dəqiq çəkim. Məncə düz çəkmədim. Bax, ən nazik hissədən oxu çıxartdımsa. Qırıqda ən nazik hissə buradır. Üzürlü sayın. Bu da təxminən bir 130-120 dərəcə döndüyünü göstərir. Diqqətlə seçmədi gözüm. O indi baxdım ki, dəqiq olmadı bu.
Burada ise figur, sabah buradan xətt çıxartsaq, sonra da buradan gördüğünüz kimi bir 20 derece 25 derece dönüp. Bu bucaqları azalma sırasıyla düzməlisiniz. Siz bu sualı ayrıca video izah kimi görəcəksiniz. Çünki yenə düşəcək yəqin ki. Bax, növbəti imtahanda bu sualın yenidən düşmə ehtimalı çoxdur. Saat sualının yenidən düşmə ehtimalı çoxdur. Belə bir sualın yenidən düşmə ehtimalı çoxdur. Sonra bircə dəqiqə gəlirəm. Aha, belə bir şifrə eləmənin düşmə ehtimalı çoxdur. Nəzərinizdə olsun. Deyir, modelyer müsabiqədə yeni hazırladığı 7 geyimdən A, B, C, D, Y, F və G-dən yalnız 5-ini nümayiş etdirə bilər. Ya D ya da G mütləq nümayiş olunmalıdır. Amma eyni anda ikisi də nümayiş oluna bilməz. F nümayiş olunsa C də nümayiş olunmalıdır. B nümayiş olunsa D də nümayiş, yox, B nümayiş olunsa D nümayiş olunmamalıdır. Modelyer A, B və Y-ni nümayiş etdirməyə qərarı aldı. A'nı, B'ni və Y'ni nümayiş etdirmək qərarı aldı. B nümayiş olunarsa D nümayiş olunmamalıydı. Deməli D'ni nümayiş etdirə bilməz. A'nı, B'ni, Y'ni də ucu nümayiş etdirib. Daha da X'ini seçməlidir. Çünki cəmi 5 dənəsini nümayiş etdirə bilər. Yoldaşlar demişdi ki ya D ya da G biri nümayiş olunmalıdır. D nümayiş olunmur axı. Deməli G nümayiş olunmalıdır. Aha, indi qaldı F-lə C. Deyir F nümayiş olunsa C də nümayiş olunmalıdır. F nümayiş olunsa yanına C-ni də qoşsaq 6 dənə olacaq axı. Deməli F nümayiş olunsa C də nümayiş olunmalıdırsa onda F-i nümayiş elətdirmirəm. C-nin özünü nümayiş elətdirirəm. Mən bu izah verəndən sonra tələbələrin bir çoxu çətinlik çəkir, başa düşmür. G ilə C düzgün cavabdır. Mən sizə sadə bir nümunə deyim yoldaşlar. Mən sizə deyirəm ki, mən hər marojna yeyəndən sonra su içməliyəm. İndi sizcə mən hər su içəndən sonra da marojna yeməliyəm? Mən bu sualı qruplarımda, bu sual mənim kitabımda var. Qəbula düşməzdən illər öncə kitabımda yer alan sualdır bu və tələbələrimizə mən hər dəfə bunu belə izah edirəm ki, sən marojna yeyəndən sonra tax ki, xasiyyətindir də hər dəfə su içirsən. Bəs hər dəfə su içəndən sonra durub marojna yeyirsən, F aparılsa C de aparılmalıdır. O demek değil mi ki C de aparılsa F aparılmalıdır? Hayır, demek değil. Bu sualın da bilirsiniz ki asan həll yolunu mən ümumiyyətlə bu sualı YouTube'da ilk izah edən müəllim mən olmuşum. Və heç kim bunun izahını vermirdi ya da verə bilmirdi. Aylarla gözləyirdilər bu sualın izahını və mən izahı çəkəndən sonra səhəri gün bütün müəllimlər bunun izahını YouTube'a qoymuşdular və çox ideal bir izah vermişdim, rəsmi üsulunu. Sonra da bir qeyri-rəsmi üsulla izahını verməyə başladım. Daha asan üsulla. Bax, gördüğünüz kimi deyir ki, Rəsul, Şahin, Anar və Vaqif eyni ölçülü düzbucaqları 6 bərabər hissəyə böldülər. 6'nı mən vuruqlarına ayırıram. 6 vur 1, 1 vur 6, 2 vur 3 və 3 vur 2. Bu vuruqları toplayıram. Bunları toplayanda eləyir 12. Qıraqda özüm üçün yazıb qeyd edib saxlayıram. Deyir, Rəsulda alınan düzbucaqların perimetrləri cəmi 150. Filan kəsdə 66, filan kəsdə 60, o birisində 84. Bütün bunları toplayıram. 150, 150, 300, üstə gəl 60, elə 360. Bu 360'ı bölürəm bu 12'ye. Cevap edir 30. Deməli o Rəsulun, Şahinin, Anarın başdan belə deyək də bölməmişdən öncəki vərəqinin perimetri 30'dur. Bilirsiniz ki perimetrdə A və B tərəflərinin cəminin 2 qatıdır. Əgər 2 vurulsun A plus B 30'dursa onda belə çıxır ki A plus B də 15'e bərabərdir. Yoldaşlar, biz belə deyək, buradaki figurların indi bizdən bu əvvəlki düzbucağının vərəqin sahəsini istəyir. Biz vərəqin sahəsini tapmaq üçün A və B tərəflərinin neçə olduğunu tapmalıyıq. Bunun üçün uzun uzadı metodlarda əl atmaq olar, başqa bir metoda da əl atmaq olar. Baxın,
Əgər vərəq tutaq ki, biri tərəfindən 6 bərabər hissəyə bölünübsə, onda belə çıxır ki, bu balaca bir vərəqin perimetri A üstə gəl, B-nin 6'da biridir, düzdür? Mən A ilə B-nin cəmini elə ədədlər verməliyəm ki, onlar 6'ya bölünən ədəd olsunlar. Həm 6 həm də 3'ə bölünən ədəd olmalıdır. Çünki digər halda da vərəqi 6 hissəyə bax bu formada bölmək olar. Deməli, hansı ehtimal ağlımıza gəlir? İkisini də, üçünü də, hamısını qeyd edək və düzgün cavabı tapaq. Bircə dəqiqə üzr istəyirəm. Deməli, bu cəmləri ola bilər. Məsələn, o cəmləri 15 nə ola bilər? 12 ilə 3 ola bilər. 9 ilə 6 ola bilər. Və başqa nə ola bilər? Məsələn, 10 ilə 5 niyə yazmıram? Çünki nə 10 nə də 5 6'ya bölünmür. Və yaxud 11 ilə 4 niyə yazmıram? Nə 11 nə də 4 6'ya bölünmür. Deməli bu ikisindən biridir də. İndi gəlin ikisini də yoxlayaq. Görək hansı doğrudur. Əslində rəsmi üsulla getsəydik konkret olaraq cavabı alardıq. Mən rəsmi üsulu sizin üçün bunun altına yerləşdirəcəm. Amma rəsmi üsul çox riyazidir və tələbələr kifayət qədər əziyyət çəkirlər həmin metodla. 9 və 6 olduğu halda görək perimetrləri bu ədədlərdən birini verirmi? Məsələn, deyək ki, 9 və 6'dır bunun tərəfləri. Burası 9'dursa, burası da 9'dur. Onda burası 1'dirsə, burası da 1'dir. Cəmi eləyir 1, 1, 9, 9, 20. 20'ni də 6'ya vuranda 120 eləyir. Burada perimetre 120 olan biri yoxdur. 12 9 ilə 6 deyil, 12 ilə 3'dür. Bir tərəfi 12, bir tərəfi 3'dürsə, bir-birinə vuranda da 36 eləməlidir. Sahəsi 36'dır. Ben bunun asan izahını yerləşdirəcəm, baxarsınız. 96-cı sualda baxın 5'dən 3'ə görürsünüz ki 2 vahid azalıb. Deməli 2 vahid azalıbsa çöldən görürsünüz bax burada 8 güşəli fiqurdan 6 güşəli fiquru çıxsalar müsbət ədəd alınır. Deməli əksinə eləyiblər. 6 güşəlidən, yəni içərdən çölə çıxıblar. İçərdən çölə çıxıblar -2. 5 çıx 2 eləyir 3. Ya da 5 üstə gəl -2 eləyir 3. Buradan bura geçsək. İçərdən çölü çıxsaq. Bura 8, burada 4. 8'dən 4'ü çıxanda müsbət 4. Deməli 3'ün üstünə 4 gələndə eləyir 7. B 7'dir. Əgər 7'dən 28'i alıblarsa, deməli dairə vurmadır. Bunu burada da şübut eləyiblər. Baxın 3'ü 2'yə vurublar 6. 28'den de A'ya gediblər. Fikir verin, bu da yəqin ki bölme olacaq. Bu işarə. Niyə? Çünki burada 9'dan 3 alıblarsa, deməli 3'ə bölüblər. Bununla bunun fərqi 8 ilə 6'nın fərqi 2 eləyir. 8 ilə 6'nın fərqi 2 eləyir. 28'i 2'ye böləndə A da 14 eləyir. A 14'dür, B də 7, 14'ü 7'ye böləndə eləyir 2. Sadəcə biz əmin olmaq üçün bunu bir dənə yoxlayaq. Görək 14'dən də 11'ə düz gedibmi? İçərdən çölü çıxsaq, 3'dən 6'nı çıxsaq eləyib -3, bəli 14 çıx 3, 11 eləyir. 97 çox rahat sualdır. Görürsünüz, A deyir sıfırdan fərqlidir. Burada verib A ilə A'nın cəmi C'dir. Yəni 2A bərabərdir C'yə. Burada da A vur A C'dir. Yəni A'nın kvadratı da bərabərdir C'yə. Bu yalnız 2 ola bilər də, düz deyil. 2A C'nin yerine yazıram A kvadrat. Bərabərdir A kvadrat. A'nın bir ixtisar gedir. A bərabər olur 2. A 2 isə 2 verin. A plus A. Yani 2 plus 2. C 4. C plus C. 4 plus 4. B 8'dir. B 8 ise 8 vur 8. F 64. B 8 ise hamısını belə yerine koymak olar. Sonra A nədir? 2'dir. B neydi? B'de 8 idi. 2 üstə gəl 8. M çıxdı 10. Sonra A ilə belə hamısını əldə edirsiniz. İstəmirəm vaxtımız geçsin. Bax C də var, B də var, A da var. Qalan hamısını tapmaq olur.
97-ci, 98-ci sual. 98-ci sual biraz çubuqlu bölmə olduğu üçün vaxtınızı apara bilər, amma çətin sual deyil. Bu sualı mən 2 il öncə YouTube'a qoymuşdum. Bu ilk dəfə düşmüşdü fəaliyyətin davam etdirilməsi imtahanında və belə deyək də, imtahandan dərhal sonra bunun izahını mən qoymuşdum YouTube'a və 2 ildir bu sualı istifadə eləmirlər, amma illər sonra, aylar sonra yenidən üzə çıxartdılar. 2023-cü ilin birinci yarımilliyində Azərkosmos tərəfindən eee telekommunikasiya xidmətlərinin diaqramı tapşırığı verilib. Deyir 2023-cü ilin birinci yarımiliyində Azərkosmosun gəlirləri. Baxın, Birleşmiş Krallık, Lüksemburg vesaire ülkeler var ve diğer 38 ülke var. Azerkosmos'un ümumi gelirinde ihraç ettiği pek telekomünikasyon hizmetleri, bir de var diğer mənbələrin payı, bir de var pek telekomünikasyon hizmetlerinin ihraç edildiği ülkeler. Kısacası burada ülkeleri verib. Bənövşəyi rəngdə həmin o ölkələrə satılan xidmətlər qarşılığında, peyk xidmətləri qarşılığında alınan pul, burada isə digər gəlirlərini göstərir. Yəni bura bizə maraqlı deyil də qısacası. Bu ölkələr neçə ölkədir? 43 ölkə. Baxın, 1 ölkə, 2 ölkə, 3 ölkə, 4 ölkə, 5 ölkə, 38 də burada. Ümumi 43 ölkə. Yoldaşlar, baxın burada yazıb ki 9,6 milyon manat kazanıp bu ülkelerden. Haçana birinci yarım ili. Birinci yarım ilde 6 ay var. Burada yazıp ki İyun ayında, İyun bilirsiniz ki 6. aydı. Yanvar, fevral, mart, aprel, may, İyun. İyun ayında 1,7 milyon kazanıp. Bu İyun, bunu bildik. Siz hem burada görürsünüz 6 aylık geliri, burada da görürsünüz neyi? 6. ayın gelirini. Deyir ilin ilk 5 ay üzrə bir ölkəyə düşən xərcin orta qiymətini hesablayın ki, neçə dollardır. Bax, çox primitiv bir nümunə ilə həll edir. Sual primitiv deyil təbii ki. Başa düşəndən sonra primitivləşir. Siz burada 9,6 milyonu görürsünüz. 43 ölkədən alınan gəlir kimi. Birinci yarım ildə. Deməli 9,6 milyondan 9,6 milyondan mən çıxmalıyam 1,7 milyonu. Niyə çıxmalıyam? Çünki o 6. ayın gəliridir və mənə o maraqlı deyil. Onu da çıxanda yoldaşlar eləyir 7 milyon 900 min dollar. İndi bu 7 milyon 900 min dollar 5 ayda bu ölkələrdən qazanılan gəlirdir. Məndən də soruşur ki bir ölkəyə düşən 5 aylıq gəlirin ortalamasını tap. Bunu böleceksiniz. Neçeye? Böleceksiniz bunu 5 aya ki göre ortalama her ay ne kazanmışıq. Aslında yok, bizden bir aylık soruşmur ki 5 aylığın ortalamasını soruşur. Bir daha okuyayım. İlin ilk 5 ayı üzrə bir ölkəyə düşən. Hə, yok 5'e bölmək lazım değil. Aylıq gəliri soruşmur. Yine birbaşa ölkələrin sayına bölmək lazımdır. 43'e. Bölürəm 7 milyon 900 min dolları 43'e. O da eləyir 183 min 720 tam onda 9. Təbii ki, bunu çubuqlu bölməklə, səbirlə bölməliydiniz. Təbii ki, mən indi vaxt getməsində kalkulatorla böldüm və bunu yuvarlaqlaşdırın deyir. O da eləyir 183 min 721. Təkliklərə qədər yuvarlaqlaşdırın deyir. Belə. 99-cu sual. Maraqlı bir açıq sual idi BA-da. 12 ve 34'ten alıp 14. Necə alıb? 1'i 2'ye vurup 2, 3'ü de 4'e vurup 12, toplayıp onları 14. 5'i 3'e 15, 1'i 6'ya 6, 15 plus 6 21. Deməli burada bunları vuracaksınız birbirine. 12, 15 toplayanda 27. 3, 16 toplayanda 19. 12, 2 toplayanda 14. 9, 6 toplayanda 15. Diğer artma sırasıyla bu cevapları artma sırasıyla düzün.
En az 14'tü üçüncü. Sonra 15'ti dördüncü. Sonra 19'du ikinci. Sonra da birinci. Bak benim. Yüzüncü sualın ayrıca videosu olacak. Çünkü çok talebe bu sualı aktarıp teklikte tapabilmir. Ona göre bu videonun altına yerleştireceğim. 101. sual. Üçbucaqlar sayın deyir. Yoldaşlar burada üçbucaqları mən formasını göstərim. Özünüz sayarsınız. Burada çətin heç nə yoxdur. Niye burada siz biraz çaşmışsınız? Ortalıqda bir üçbucaq yoxdur. Bütün üçbucaqlar bu kənarlara sıxışıb. Bax, bu üçlükdən danışıram da sizə. Bax, söhbət buradan gedir. Buradakı üçbucaqları nömrələyirəm. Deməli, qırmızı ruçka ilə nömrələyim. Bax, bu 1 olsun. Bu 2 olsun. Bu da 3 olsun. Burada olan üçbucaqlar budur. Bir özü üçbucaqdır. İki özü üçbucaqdır. Üç özü üçbucaqdır. 1 ilə 2 də birləşir üçbucaq olur. 2 ilə 3 də birləşir üçbucaq olur. Bir də bir, 2, 3. Hamısı üçbucaq olur. Bax, bu epizodda üçbucaqları gördünüz. Sonra bu epizodda sayacaqsınız, amma daha təkrar saymayacaqsınız ha. Yəni məsəl üçün deyirəm, burada bir, 2, 3, 4, 5 nömrələdiniz. Bir, 2, 3'ü yazdınız. Daha durup bir de 3'ü yazmayın ayrıca. 3'ü saymışsınız. Deməli 5, sonra 6, sonra 7, sonra 8, 9 belə-belə davam edirsiniz. Hamısını nömrələyirsiniz. 1, 2, 3, 4, 5, 6 bunlar özləri üçbucaqdır. Sonra 1 ilə 2, 2 ilə 3, sonra 1, 2, 3. Sonra 3 ilə 4, 4 ilə 5, sonra 3, 4, 5. Sonra 5 ilə 6, 6 ilə 7, 5, 6, 7. Belə-belə axıra çatdırırsınız. Bıçaq poladdan hazırlanır, stol isə ağacdan. Sonra buna baxaq. Görək nə edib burada. 13'ten 7 çıxıb 6, kvadratı 36. 17'den 8 çıxıb 9, kvadratı 81. 100 çıx 95, 5, kvadratı 25. Bu çox rahat sualdır. Gəlin bu sual sizə sərbəst sual olsun. Tapsanız cavabını şərh bölməsində yazın. Tapa bilməsəniz digər yoldaşların rəyləri əsasında artıq sualın cavabını bilmiş olacaqsınız. İndi 105-ci suala keçirik. Çox rahat bir tərəzi sualıdır. Tərəf-tərəfə toplasaq məncə cavab çıxacaq. K, K, L, M, M, K bərabərdir M, 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 L, L. Deməli, M'ləri L, L yapardı. 3 dənə K bərabər oldu. Biri M, bir də L. Cavab çıxdı. Üzürlü sayım burada bizim gözümüzden kaçıp LM ya da ML eyni cevaptı. Dikkatsizlik eləmişik. Bunu redakte eləyərik. 106. sual. Avtomat, matador. Bu ənənəvi sual tiplərindəndir və 107-ci sual. Kiberin bu da bizim kitabda 136-cı səhifədə olan sualdır, 7-ci sual. Baxın, bunun da burası var, bunun da burası var, bunun da burası var. Cavabda da var. Ortaq hissələri yazıb. Bax, sol sağ, sol sağ, sol sağ. Cavabda da var. Bir də aşağı hissə. Şimdi burada üçünün de solu var. Var. Üçünün de yukarısı yoktu. Üçünün de ortası yoktu. Üçünün de aşağısı yoktu. Üçünün de sağı yoktu. Elə cavab C variantı. Yoldaşlar, bizi izlemede kalın. Biz sizin için faydalı videolar çekeceğiz. Bakın, biraz bilmirəm, səmimi qəbul edirsiniz, reklam xarakterli qəbul edirsiniz, amma sonuncu qəbulda elə bir sual tipi yox idi ki, biz o tiplə bağlı tələbələrimizlə məşvərət eləməyək. Hətta bu cür ilk dəfə istifadə olunan sual tipini belə ilk mən paylaşmışam və mən bütün tələbələrimə bu tipi göstərmişəm. Sonra və ya burada çətin sual tipi dediyimiz bu sualı
İlk dəfə sınağımızda mən istifadə eləmişəm, sonra yenə Dövlət İmtahan Mərkəzi qəbulda istifadə eləyib və bu sual tipinə aid mən tələbələrimə ona yaxın maraqlı suallar vermişəm, işləyiblər, sonra izahlarını vermişəm. Bu sual çox çətin gəlib tələbələrə, amma mən bunun izahını YouTube-a dimdən qabaq, imtahandan qabaq qoymuşam. Bu sual tipinin çox rahat həll metodunu paylaşmışam. Bunun çox sadə metodunu demişəm. 94 mənim kitabımdan götürülüb. Mənim kitabımdan götürülüb deməyək, indi ənənəvi sual tipidir, illərdir istifadə olunur. Mənim kitabımda da var, 6-7 ildir mənim kitabımda yer alır. Qəbula da düşmüşdü, bütün tələbələrimiz düz yazmışdı. Sonra bu sual tipinin dəfələrlə izahını çəkib YouTube-a qoymuşam. Bunu ilk YouTube-a mən qoymuşam. Və ya bunun YouTube-dakı ilk izahını mən vermişəm qəbul sualımın içində, qəbulun 30 sualın içində. Sonra bu sual mənim elə kitabımdan düşüb və digər suallardan heç danışmıram, görürsüz. Mən tərəzidən, buradan danışmıram, çünki bunlar standart şeylərdir. Mən qeyri-standartların bizim tələbələr üçün nə qədər əlçatan olduğunu göstərməyə çalışıram. İnşallah faydalı oldu sizin üçün. Özünüzdən müğayət olun. Görüşmək ümidi ilə.